Salam dostlar. Çoxlarınız bilirsiniz ki, lazer ağ tüklərə təsir eləmir. Bəs ağ tüklərdən necə qurtulmaq olar? Bunun yeganə və effektiv üsulu elektroepilasiyadır. Prosedur pinset mexanizmlə həyata keçirilir. Belə ki, elektrik impulsu tükün kökünə ötürülür və həmin folikulu zədələyirik. Bu, o tüklərin yenidən çıxmasının qarşısını alır. Tək-tək tüklər işlənilir, ona görə də biraz səbir tələb edir, amma nəticə qalıcıdır. Adətən 8-16 seans kifayət edir ki, tüklər tamamilə yox olsun. Prosedur tam steril şəraitdə və peşəkar səviyyədə aparılır. Əgər siz də lazerin təsir etmədiyi ağ tüklərdən əziyyət çəkirsiniz, həmin tüklərdən bezmisinizsə, o zaman elektroepilasiya sizin üçün ən düzgün seçimdir. Buyurun, ətraflı məlumat və konsultasiya üçün mənimlə əlaqə saxlaya bilərsiniz. Özünüzə yaxşı baxın dostlar.